Neçə qərinələr yorub gəlmisən, neçə zincirləri qırıb gəlmisən, kimdən ünvanımı sorub gəlmisən. Onsuz da çoxalmış zilli zülmətim, ay mənim gözləri, kör məhəbbətim. Könül verdim bir xəyalı sərxoşa, vurdu məni hər qayaya, hər daşa. Gedəmirəm bu yolları mən qoşa, hədər olub hər çəkilən zəhmətim, ay mənim gözləri, kör məhəbbətim. Bu oyunda bir haqsıza uduzdum, İlqarımla ilqarsıza uduzdum. Eşqi kasıb bir varsıza uduzdum. Apardı qalmayıb zərri zinətim, ay mənim gözləri kör məhəbbətim. Dürüst xəyalımı çaşbaş salmışam, uzun gecələri oyaq qalmışam. Bir əfi ilana lay lay çalmışam, çoxalıb qəlbimdə kinim, küdrətim, ay mənim gözləri, kör məhəbbətim. Gör düşmüşəm nə günlərdən günə mən, divanə tək eldən elə mən. Söz olmuşam hər ağızda dilə mən, nadanlar içində itib hörmətim, ay mənim gözləri kör məhəbbətim. Kərəmin qoru tək qor gətiribsən, tilsimli donumu dar gətiribsən. Həsrətdən gözümə tor gətiribsən, buydu mu bəxtimə düşən xələtim, ay mənim gözləri kör məhəbbətim, ay mənim gözləri, kör məhəbbətim. Olsun hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi Yeni Doğma kanalımızın efirində. Tam səmimi başladı. Tam səmimi başladısa artıq bizim tamaşaçılarımız, bizə baxanlar, bizi gözləyənlər inanıram ki ekran qarşısındadılar. 11 ayın sultanı olan bu Ramazan ayında görüşünüzə gəlməyin bir bambaşka keyfi ləzzəti var şəxsən mənim üçün. Bu arada fürsətdən də istifadə edib oruç tutan bütün izləyicilərimizin belə deyək də oruçlarının qəbul olmasını istəyirik. Yəni bunu arzuluyuruq. Dualar eləyəyin, dünyamızdan bu xəta bəlalar
Yəni yoxa çıxsın, xəstəliksiz, ağrı acısız, dava davaşsız, kin küdrətsiz bir həyat arzulayağın. Yəni bax belə bir dua eləyən özümüzə. Mən düşünürəm ki, hər kəs iftar süfrəsində bu dualarla iftarını açsa çox gözəl olar. Şəxsən mən açıram. Bir tək özüm üçün yox. Elə hər kəs üçün o dualarımı belə deyim də əsirgəmirəm. Allah orucunuzu qəbul eləsin. Nə niyyətlə, nə istəklə, nə həvəslə oruç tutmuşsunuzsa, inşallah ki, niyyətiniz hasil olsun, niyyətiniz çin olsun. Bax, bunu arzulayıram sizə. Bugün birazdan sonra burada 2 saatlıq canlı efirimizdə çox gözəl qonaqlarım var. Dostlarımdılar, onları bir araya yığmışam. Ülviyə Namazova buradadır. Birazdan sonra efirimizdə olacaq və bizim idmançı dostumuz Sərhət bəy bizdən bərabərdir. 2 saat ərzində onlar da canlı efirimizdə qonaq olacaqlar. 2 saatlıq canlı efirimizin qonağı olacaqlar. Amma mən indi istəyirəm ki, bir təşəkkür edim. Təşəkkürüm kimədir və nəyədir? Geyimimə görə əlbəttə təşəkkürüm olacaq. Nizamiro Butik. Nizamiro Butik. Zəhmət olmasa telefonumuzu təqdim edək. Nizamiro Butikdən geyinib keçinmişəm. Saçıma görə də təşəkkürüm olacaq. Mirror salonunda çalışan usta mirimizə, emin telefon nömrələrimizi zəhmət olmasa təqdim elə. Və sponsorlarımıza təşəkkür bildirmək istəyirəm. Proqramımızın baş sponsoru Milano Hospital'da, Bakı şəhərində, Nərmanov rayonu, Əhməd Rəcəbli 1-21-də yerləşir. Hansısa xəstəliklərlə bağlı siz bugün Milano Hospital'a üst tutacaqsınızsa, xəbəriniz olsun ki, həkimlərin qəbulunda 20% indirim var və tibbi müayinələrdə də 25% indirimlər var. Yararlanmağınızı tövsiyə edirəm. Təşəkkürlər Milano Hospitala və Milano Hospital Bakıda Nərmanov rayonunda yerləşir. Hörmətli tamaşaçılarımız, deyim sizə biləsiniz. Təşəkkürlər Milano Hospitala. Təşəkkürlərim olacaq Silk Plaster maye divar örtüklərinə. Tərkibi 99% barama ipəyi və kleydən ibarət olan, bax bu maye aboylarını ölkəmizin bütün regionlarından toptan və ya perakəndə ala bilərsiniz. Satış nöqtələri bəllidir. Evinizin divarlarında nəmişlik varsa, rütubət varsa, evə girəndə evdən xoşa gəlməyən qoxu gəlirsə, yəni bu nəmişliyin əlamətidir, bilirsiniz. Siz o zaman divar kağızları ilə vidalaşın, keçin maye aboylara. Çünki maye aboylarının ən gözəli Silk Plaster'da. Təşəkkürlər. Topdan satış nöqtələri Evrahome Ticarət Mərkəzidir. Lifetech su filtrlərinə təşəkkür bildirəcəm. 3 il zəmanətlə pulsuz çatdırırlar, pulsuz quraşdırırlar. Lifetech su filtrləri harada varsa orada keyfiyyətli su var. 60 manata nə verirlər ay-bay? 60 manat aylıq ödəniş edirsiniz və ömürlük evinizdə bax bu keyfiyyətə malik olan su filtrlərinə sahib olursunuz. Təşəkkürlər Lifetech su filtrlərinə. Mən patron tumlarından danışmaq istəyirəm. Keyfiyyətinə söz olmayan, dadı damaqlarda qalan patron günə baxan tumlarının bütün çeşidlərinin adlarını əzbər bilirik. 4D, Y5D, çərəzlər, çipslar, suxariklər, məktəbli kökələr, amma indi hal-hazırda fıstıq da gəldi. Marketlərdə fıstıq da var. Fıstıqdan dadın, fıstıq kimi adam olun. Doğrudan fıstıqları çox dadlıdır. Özbəkistandan gəlir. Bax, bu fıstıqlar gözəl şəkildə qablaşdırılır və supermarketlərdə siz müştərilərə təqdim olunur. Təşəkkürlər patron tumlarına. Azərbaycanda ən dadlı, ən təyamlı, ən keyfiyyətli tumlar bir tək patron tumlarıdır. Bunu hər kəs çox gözəl bilir. Təşəkkürüm olacaq Saro çaylarına. Bəli, düz eşitdiniz Saro çayları. Bilirsiniz ki, Saro çayları artıq bütün supermarketlərdə var. Şri Lankada əkilir, becərilir. Elə Şri Lankada yığılıb, orada qablaşdırılır, ölkəmizə gəlir. Ölkəmizə gəlir, amma bizim ölkəmiz də bilirsiniz ki, çay sevər bir ölkədir. Ona görə siz çayı içəndə bilin ki, hansı çay içirsiniz. Dadı damaqda qalan Saro çaylarıdır. Dadı doğrudan damaqlarda qalır. Saro çaylarının iri yarpaqlıları var, bükülmüş yarpaqlıları var, doğranmış çayları var, yaşıl çayları var ki, heç bir qatqı maddə yoxdur bu çaylarda. Tozsuz, torpaqsız, nə bilim içində belə saman çöpləri olur.
O da yoxdur. Adi çayın belə gül yarpaqlarından hazırlanır. Bax bu bizim saro çayları. Alın dadın. Teşekkürlər. Saro çaylarında bu arada birazdan elanım da olacak. Onu diyeceğim. Teşekkürler. Teşekkürler saro çayları. Və mən qonaqlarımı dəvət edim, gəlib əyləşsinlər. Bir idmançı dostumuz buradadır. Yəni, əlbəyaxa döyüş üzrə dünya və Avropa çempionudur. Əlbəyaxa döyüş üzrə dünya və Avropa çempionudur. Bax, Nadir, xətrimə dəysən, özünü yaxşı aparmasan, operatorumuz buradadır. Və Sərhəd Quliyev. Sərhəd, gəl. Desin, sən burada əyləşəcəksən. Salam, sabahın xeyir olsun. Rahat əyləş. Necəsən, nə var, nə yox? Çox sağ ol, yaxşı olasın. Yaxşısan. Təşəkkür edirəm. İşlər necə gedir? Yaxşıdır, Allah'a şükür. Hər şey öz qaydasındadır. Oruç tutmuşsan yoxsa? Bəli, orucam. Oruçsan. Bəli, oruç Allah tutmuşam. qəbul eləsin. Mən də orucam. Allah qəbul Bugün eləsin. hörmətli tamaşaçılarımız, bilmirəm təsadüfdəndir, bilmirəm zərurətdəndir. Bugün deməli, mən daxil olmaqla iki qonağımın ikisi də, yəni üçümüz də Qarabağdanıq, yəni Füzuli rayonundanıq. Bugün 3 nəfəri bir araya toplamışam. Ona deyirəm ki, Yeri necəsən? Ona deyirəm, Elli necəsən? Sərif burada oturmalıdır. Aha. Sənə zəhmət olmazsa sən gəl bura o zaman. Yox, biz danışmışdıq ki, burada əyləşəcəksən səs rejissorumuzla. Mən dedim, yəqin burada rahat. Mikrofona görədir, hörmətli tamaşaçılarımız. Və nəğməli qonağımız buradadır. Mən onu ifası ilə bura dəvət eləmək istəyirəm. İfası ilə, gözəl bir nəğməsi ilə gələcək. Söhbət Ülviyə Namazovadan gedir. Gəl. Hayatı boyunca oldu, dert mənə ortaq oldu, sevgi canıma ziyan eylədi. Ezan verib doymadın, hislərimlə oynadın, bu eşq məni viran eylədi. Hayatı boyunca oldu, dert mənə ortaq oldu, sevgi canıma ziyan eylədi. Ezan verib doymadın, hislərimlə oynadın, bu eşq məni viran eylədi. Ziyan eylədi. Hesab verib doymadın, hislərimlə oynadın, bu eşq məni viran eylədi. Həyatı boyunca oldu, dert mənə ortaq oldu, sevgi canıma ziyan eylədi. Hesab verib doymadın, hislərimlə oynadın, bu eşq məni viran eylədi. Ziyan eylədi. Hesab verib doymadın, hislərimlə oynadın, bu eşq məni viran eylədi. Həyatı boyunca oldu, dert mənə
canıma ziyan eyledi. Əzab verib doymadı, hislerimle oynadı. Bu eşk beni viran eyledi. Hayatım oyuncaq oldu, dert mənə ortaq oldu. Sevgi canıma ziyan eyledi. Əzab verib doymadın, hislerimle oynadı. Bu eşk məni viran eyledi. Hayatım oyuncaq oldu, dert mənə ortaq oldu. Sevgi canıma ziyan eyledi. Əzab verib doymadın, hislerimle oynadın. Bu eşk məni viran eyledi. Hayatım oyuncaq oldu. Həyatım oyuncaq oldu. Hər vaxtın burada əyləşəcəksən. Ay Ora Ülviyə. kimindir be? Necəsən? Nə var, nə yox? Ora kimindir? Rahat əyləş. Çox Hə. tərəfə. Hər vaxtın xeyir olsun. Sabahınız Necəsən? xeyir olsun değerli dostlar, Dünya TV'nin bütün izleyicileri salamlayıram. Ve bu arada bütün oruç tutan insanların, Allah'tan oruçların qəbul olmağını arzuluyuram. Bayramınız mübarək. Bayramınız mübarək olsun. Bəli. Hər bayramı var. Amma Amma o sizə bayram- bayram ayıdır da, Bəli, yəni bayram ayı. 11 ayın Gözəl sultanıdır. aydır, bəli. Ülviyə haçan gəldin Peterdən? Artık 2 gündür. 2 gündür gəlmişsən. Bəli. Millət axışıb gedib ora. Burada da oxuyan, oynayan qalmayıb, musiqiçi qalmayıb. Orada sənin işləri və Havada qalmayıb, oxuyan qalmayıb, musiqici qalmayıb. Ham orada. hamı oradadır. Özü deyirlər yaman belə qiyməti də salıblar aşağı, deyir dayı belə şor qiymətinə gedirlər. Sen de güzel motive iliştin. Yani Həqiqətən belə də, belə deyirlər. Hal-hazırda doğrudan da yəni söhbət ancaq elə belə şeylərdən gedir. Yəni hər bir yerdə. Əslində Samir, bilirsən necədir? Doğrudan da belədir, həddindən artıq. Çünki mən buradan yəni hamı izləyənlər də gözəl bilir ki, yəni Sən mən orada yaşayırdın. yaşayıram. Yəni bunu məni tanıyan insanlar tanınan bir gündən bilirlər ki, mən Sankt-Peterburqda gəlmişəm də. Yəni orada yaşayıram. İlin 9 ayın orada oluram, 3 ayın burada olam, olmayam. Amma doğrudan Yəni burada toyların olanda gəlirsən. Təbii Burada ki, nə burada var ki? anam burada, uşaqlarım burada, bəli. Sadəcə olaraq burada, orada indi doğrudan Acınacaqlı bir vəziyyətdir. Ham oradadır. 2-3 dənə müğənni var ki, yəni seçmə müğənnilər, yəni toy müğənnilərindən söhbət gedir. Onlar yəni buradadır, qalanları hamısı oradadır. Özü ki, yəni yenə də deyim, Məsələn, yəni 5 burada- minə gedən indi orada gedir 2500-ə, nə bilim, 3 minə gedən gedir 1000-ə. Minə gedən neçə gedir orada? Minə gedən 300 manat, 300 dollar. Hə, 300 dollar, 200 dollar, nə axşam bazarı. Axşam bazarı. Toydan sonra nağara. Toydan Yəni, sonra nağara. Ülviyə bir şey söyleyeyim sənə. Allah ruzilərin versin. Hamım Allah ruzisini versin. Ha herkesin Allah ruzisini versin. Biz burada qeybət eləmirik, ya burada söz deyirik. Valla bugün belə də hər kəsin bəlli bir qiyməti var da. Təbii ki. Yəni tutaq ki, məsələn bilirlər ki, Ülviyə Namazova məsəl üçün deyirəm 2500 manata məsəl üçün məclisə gedir. Bugün Ülviyə Namazova 1000 manata məclisə gedəndə, valla pandemiyadan sonra da elə o 1000 manat qalacaq üstündə. Deyəcək, filan kəsin toyuna 1000 manata Orası gəlmişsən, Samir, xeyir olsun. əlbəttə ki, düzdür. Mənim toyuma məsəl üçün 3000 burada qiymət oxuyursan mənə, belə Bir söz deyəcəklər. deyim, o günləri, yəni mənim o xanıma çox böyük hörmətim var. Rəqsanə xanım var. Rəqsanə xanım, Bəli, dostumuz. Rəqsanə xanım bu söhbət, yəni bu barədə danışmışdı. Yəni mən onu deyim ki, o xanımın sözlərində doğrudan həqiqət var idi. Yəni düzdür, orada mən onu hamıya şamil eləmirəm, amma çoxu. Həqiqət idi. Bəli, yəni çoxu həqiqətdir. Yəni orada Məncə doğrudan. hamısı həqiqət idi. Sən necədir? Orada yəni hamısı deyə bəli də indi sən deyirsən təbii ki, mən indi hardasayım. Sənət dostlarındır deyə ona görə. Amma vallahi yəni burada açıq deyim də Samir, yəni ərim, yoldaşım, dostum, qohumum, nətər deyim, həyatımdakı bir adam, yəni həyatında olan adam varsa da, hə, orada gedib elə bir hərəkətlər eləyirlər, valla nə bilim, adam baxır, belə deyirsən ki, yəni bu niyə belədir, yəni Bəs bunun həyat düzlük bir şey yoldaşları deyil. baxır, uşaqlar Toydan baxır. sonra nə bilim, Yemək içməklər. yemək içmək, hamamda oxuyan kimi. Harada oxuyan kimi, yəni o Kafedər. qədər yəni acınacaqlı vəziyyətdir ki orada. Yəni nə bilim, Allah mən inan belə etsin. şeylər, yəni pandemiya da açıldı bunlar. Nə yaxşı pandemiya olub ki, bu insanlar Üzləri açıldı. O inanın ki orada yaşayan insanların hamısı da görür. Qadını, kişili, hamını gözəl tanır. Elin gözü tərəzidir. Bax, Yaxşı bizə yazın. ola bilərsən, yaxşı ifaçı ola bilərsən, sənətçi ola bilərsən, amma o məsəl var. Deyir, İnsan alim kimi. olmaq asandır, insan olmaq. İnsan. Amma insanlıq elə də, yəni insan ol.
Yəni zorda açıq buraxmaya ehtiyac yoxdur. Yəni Rusiyadan, nə bilim, uzaqdan bu şeyləri görən izləyicilərimiz bizə maraq üçün yazsınlar mənə. Görün, bax, kimlərin hərəkətləri onların xoşuna gəlmir. Yəni, Niyə yazırlar da Instagramda? yazırlar, bilirəm. Yəni, mənə də bizim SMS nömrəmizi görürsünüz, yazın, göndərin mənə. Və yaxşı şeylər deyil bu. Həqiqətən yaxşı şeylər deyil. Bilirsiniz niyə görə? Adam biraz sambalını qoruyub saxlamalıdır da. Təbii ki. Yəni ki, heç müğənni olmaya, adi bir, nə bilim, adi bir insan ola, belə fəhlə ol, heç müğənni olma. İşini gördüyün, fəhlə işini görür. Kimin ixtiyarı var gəlib ona artıq hər şey söz desin? Bax, sənə qurban olum, oruçluq ayda düzdür. Mən orada yaşaya-yaşaya oruçluq girdi. Allaha qurban, həmişə oxumaq olmaz ki. Tutdum, gəldim öz vətənimə. Amma onlar orada qalıblar orada, hara gəlirlər? Gücdən gəlib çıxıblar, hara gəlirlər? Hara gəlirlər? Baxırlar, bax, deyir, axşamda məsələn, kafe var, restoran var, çay evləri var. 100 manat da qazansalar böyle şeylər. Yəni burada bərəkət, min bərəkət. Toy yoxsa yox, deyirlər, gedirik 300 manat, 500 manat qazancımızı qazanırıq. İzləyicilərimiz artıq mənə yazırlar. Yox, lənət. Deyirlər və kim verir? Burada oturmuşuq, bizə pul verən var, yox. Orada yenə görürlər nə var. Vaxtında dedim, gəl otur. Vallahi mənə neçə dəfə dostlarımız biletimə qədər aldılar. Sadəcə bir günlük oldu deyə məsələ mən gələ bilmədim. Bizdə Peterburqda, bəli. Sankt-Peterburqda. Ondan əlavə də başqa bir şəhərə də yenə bizim dostlarımız. O da bir gün idi. Dedim, heç olmaya gedirəm, gələm. Bir 3-4 gün olsun, oturam orada da. Bir gün ora-bura, həm də canlı efirimiz var. Amma başlayaq. Sizə bu Ramazan ayında Allahdan xeyir, bərəkət, sağlam can arzuluyuruq hər birinizə. Çox sağ olun. 0166 nömrəsindən yazırlar. Samir bəy, çox sağ olun. Ülviyə xanımın verilişinizə dəvət etmişsiniz. Əlzamin yazıb göndərib. Öpürəm. Çox sağ olsun. Var olasın. Ülviyə, asılı qalmışdın Instagramdan. Bu nə məsələdir belə? Hansı məsələ? Bayaqdan Instagramı canlılaşmırsan. Həvəsin var ya canlı Instagram. Yox, canım sən niyə? Çünki mən anons vermədim. Dedin ki, izləyicilər mən izləyicilərimə yəni onu qeyd elədim ki, yəni canlı efirə bağlanırıq. Bir də ki, bu açqı söhbətinə bir-iki nəfər bu şərəfsizlər, yəni yazırlar ki, hə, bu nə açqıdır, açqı niyə taxır? Tənqid eləyənlər, yəni burada mən yenə də efir vasitəsilə bunu demək istəyirəm ki, birincisi açqı taxmaq qəbahət deyil. İkincisi də ki, yəni bax göstərim, ala bax, sən yəqin ki, bilirlər ki, sən danışan oğlansan. Yəni, mənim gözüm zəif olduğu üçün onu taxıram, onu mənə həkim yazıb. Ülvi, onu çox sevməyəm kimi də. 50% bir gözüm görür, 45% bir gözüm görür. Yəni, bunu taxmaq qəbahət bir şey deyil, onu sən kimlər yazır. Söz tapa bilməyənlər. Dırnaqarası oxuya bilməyənlər var, reklam olub oxuya bilməyənlər. Onların adamlarıdır. Özləri deyil, bəlkə də profil açırlar. 5-6 dənə profilləri var. Hə, yəni, valla. Instagram səhifələri alıb. Bilirəm, onlar boş ver, onlardan danışmayaq. Onlar bizdən danışmayaq. Şirin gülür. Və Şirin Ramazan ayını, hələ bayrama bir bayram var, hələ bayram deyil indi. Və hörmətli tamaşaçılarımız, sizə bir elanım var. Saro çaylarında kim əməkdaşlıq eləmək istəyir, yəni o iş axtarırdınız ha. Deyirdiniz ki, biz əməkdaşlıq eləmək istəyirik, işimiz yoxdur, gücümüz yoxdur, belə deyən adamlar var idi. Saro çayları işçi qəbul eləyir. Yəni, o şirkətlə əməkdaşlıq eləmək istəyirsinizsə, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlayın. İşçi olaraq o kollektivdə işləyin. Əsas o da işinizi bilin. İşinizi bilin. Telefon nömrəsini görürsünüz. Saro çayları ilə əməkdaşlıq eləmək istəyənlər artıq başlasınlar. Bax, bu nömrələrə yığsınlar. Şəhər telefonlarından, o cümlədən mobil telefondan da sizə nömrəmiz var. Bizim bir oyunumuz da var. İstəyirəm ki, bugün bu Saro çaylarından o izləyicimizə hədiyyə verim. O günlərin Nəzakət xanımı idi. Demək, kim idi qonağımız burada bizim? Nəzakət xanım qalib oldu. 8-ci kilometrdən bizə deməli düzgün cavabı yazıb göndərmişdi. Biz deməli Saro çaylarına onların ekspeditorları düz bir apardılar, evində onun hədiyyəsini verdilər, gəldilər. Və mən də bu günləri bu hədiyyəni sizə verəcəm. Bunu verəcəm ki deyirəm, siz əgər mən bu foto göstərəcəm sizə, o fotoda kimin olduğunu mənə düzgün yazıb göndərsəniz. Üzüngildə o dəqiqə 8878 nömrəsinə SMS yazacaqsınız. Hörmətli Azərsel müştəriləri, söhbət sizdən gedir. Qazanmaq istəyirsinizsə, foto şəkli bir də görsədək. Bu sənətkarı tanımamaq qəbahətdir.
Biraz cavanlıq şəkilidir. Bu xanımı tanımamaq qəbahətdir. Bizim çox gözəl bir sənətkarımızdır. Çox gözəl səsi var. Çox gözəl avazı var. Allah rəhmət eləsin. Gözəl aktrisadır. Çox gözəl aktrisadır. Həm də çox gözəl səsi var. Onun obrazlarının hamısı yadda qalan obrazlardır. İndi kim birinci bizə tez bu dəqiqə SMS göndərsə 8878-ə mən bu Saro çaylarını, deməli o çaylardan Nadir zəhmət olmasa görsət. Oradakı bax o çayların hamısından o izləyicimizə təqdim edəcəm. Əgər düzgün bizə doğru düzgün ilk cavabı kim yazıb görsədəcəksə, biz onu naümid hədiyyəsiz yola salmayacağıq. 8878 bizim SMS nömrəmizdir. Azərsel nömrələrindən bu dəqiqə yazın. Sərət, sən nə edirsən? Pandemiyadır, artıq yarışlar yoxdur. Bəli, birinci ekran qarşısında oturan tamaşaçılarımızı salamlayıram. Sizi salamlayıram. Gözəl müğənnimizi salamlayıram. Dünya TV-nin rəhbərini də salamlayıram. Kimlə oruç tutanların Allah orucunu qəbul eləsin. Sənə çox təşəkkür edirəm ki, bizi idmançıları dəvət edirsən, işıqlandırırsan, xalqımıza tanıtdırırsan. Çox-çox təşəkkür edirəm. Sənə də Dünya TV-nin rəhbərinə də təşəkkür edirəm. Pandemiyadır, bəli. İndi hal-hazırda bütün zallarımız bağlıdır, məşq zallarımız bağlıdır. İnşallah qara buludlar çəkiləcək. Bizim də ürəyimiz farklıdır, bəs istəyirik ki, gedək biz də bayrağımızı, bəli, neçə ildir məşq eləyirik, 93-94-cü illərdə idmanla məşğulu. Biz də istəyirik ki, vətənimizi təmsil eləyək, bayrağımızı, bəli, dalğalandırıb yüksələcək. Nə qədər ölkələrdə olmuşsan Sərət? Mənim 5-ci pasportumdur. Dolu belə. Axırıncı vaxtı çatıb 5-ci ayda dəyişəcəm. 6-cını alacaq. Pandemiya bitə-bitə dəyişərsən də. İnşallah, yeniləməliyəm. İnşallah. Yeni xarici pasportunda sənə yeni nailiyyətlər. 5-ci. Bəli, təşəkkür edirəm. Sizə də çox sağ olun. Mən təşəkkür edirəm. İndi çöl məşqləri eləyirik. O da elə proqramlar var ki, o mümkün olmur çöldə açıq havada məşqlərimizə, ancaq bizi idman zalları tələb eləyir də. Döşəkdir, necə deyim, meşoqlardır, quruşalarda işləməkdir, baylıboylar, fəndlər işləməkdir. Darıxmışsınız o şeylər üçün. Çox darıxmışıq, inan Allah. İnşallah gələr. Gözləyirik. Bizə bir izləyicimiz yazıb ki, 55-55, əslində reklamlara da ayrılmalıyıq, amma qoy bunun SMS-ini oxuyum. Yazır ki, salam Samir qardaşım, qonaqlarınız super. Yazır, Kazandan yazıram sizə. Habil adlı bir izləyicimizdir. Tanıyırsan Habili? Yox, tanımıram, Kazanda çox olur. Yazır ki, Kazana da gəlmişdilər Novruz bayramında. Həmən o dediyin müğənnidə. Nə tər geyim geyinmişlərsə, Ruslar bizə qınaq elədilər ki, vay vay, xahiş edirəm, özlərinə fikir versinlər bu müğənnilərimiz. 30 ildir burada ailəli yaşayırıq. Yaşasın Azərbaycan, Azərbaycanımızın gözəl sənətkarları. Sadəcə bu bir iradda izləyicimiz bildirir ki, buralara gəlin. İnanın ki, 90% elə yazır. Yəni Kazandan Habil adlı bir izləyicimiz bu şəkildə yazır, göndərir. Sonra, hörmətli tamaşaçılarımız, oxuyacağım SMS-lərinizi, narahat olmayın. Sadəcə olaraq bir anlaşılmamazlıq var. Nədir bu anlaşılmamazlıq? Bizim WhatsApp nömrəmizə yox. 8878 nömrəsinə doğru cavabı ilk olaraq kim göndərəcəksə, biz o izləyicimizə Saro çaylarından çox gözəl bir hədiyyəmiz olacaq. Bax, bu foto şəkildəki sənətkar xanım kimdir? Göstərək, zəhmət olmasa. Bu sənətkar xanımı tanımamaq olar. Olmaz məncə. Gözəllik. Olar, Sərhəd. Filmlərimizdə, teatr tamaşalarımızda, ümumiyyətlə bütün səhnəciklərdə o xanım gözəl xanım idi. Allah ona qəni-qəni rəhmət eləsin. Ümumiyyətlə Azərbaycan kinosu və teatrı deyəndə o xanım həmişə yad olunacaq. Banisi idi təbii ki. Təbii ki, o teatrımızın sütunlarından idi. Allah qəni-qəni rəhmət eləsin. Tapanlar varsa, tanıyanlar oldusa, təbii ki, yazsın mənə. Biz reklamlara ayrılırıq, reklamlardan sonra davam edəcəyik. Diqqətiniz bizdə olsun.
Davam edirik, hörmətli tamaşaçılarımız, reklamlarımız bitir. Aya gətirirlər. Nə gətirirlər? Və hörmətli tamaşaçılarımız, davam edirik. Canlı efirimizdə Ülviyə Namazovadır, idmançımız, Dünya və Avropa çempionatçısı Sərhəd Quliyev bizdən bərabərdir. 2 saatlıq canlı efirimizdə. SMS-lərinizi yazın, göndərin. Mən bilmirəm, doğru cavab gəlib yoxsa yox. İndi mənə əməkdaşlarımız söyləyəcəklər. Sadəcə bilmək istəyirəm ki, bax 88-78 nömrəsinə ilk doğru düzgün cavabı kim yazıb göndərəcək? Bacım deyir ki, Nəcibə Məlikovadır. Yox, Nəcibə Məlikova deyil, amma ad çəkməyə xahiş edirəm, amma deyil. Saxladım arxasını. Bacın deyibsə... İkisini dedi, yox, Bacıva birinci denən stafı. ki, o deyil, bacı. Aynur birinci stafısı. Deyirəm, bacı o deyil. Amma hörmətli tamaşaçılarımız, düzgün cavabınız varsa, bu dəqiqə göndərin mənə. Yəni, buna görə narahat olmaya bilərsiniz. Əsas odur ki, düzgün cavab göndərəsiz. Hələ ki, düzgün cavabımız yoxdur. Hələ ki, düzgün cavab yoxdur, amma düzgün cavab istəyirik. Əməkdaşlarımız deyir ki, biz bilirik, deyək cavabında. Olmaz sizə. 100 manatı qoyuncusu olur, problem yoxdur, eləmi? Cərimə 100 manat. Hə, bunlardan olsa deyəcəklər, biz qazanaq. Biz qalib olaq, amma yox. Düzgün cavabı 88-78 nömrəsinə yazın, göndərin, hörmətli tamaşaçılarımız. Ülviyə neçə klipin var? Nə qədər klip çəkdin? Mən çox. Qazandıqlarını da klipə Aşağısı verirsən, hə? ondan çoxdur. Yəni, tanındığım müddətə görə çoxdur. Aha. Hal-hazırda yeni bir dənə də... Konkret neçə klipdir yəni? Valla bütün oxuduğum mahnıları klip çəkilib. Bir dənə son mahnı oxumuşam, sənin ifanda olan mahnı. Onu çox sevirdim, bəli. Onu inanırsan Allaha qurban olum. Deməli, o mahnını heç klip çəkdirmədim də, elə Peterdə olarkən şəkillə YouTube kanalıma qoyuldu. Şükür Allah, artıq yarım milyona çox baxış var. Özü trenddədir, heç xəbərim yox idi, görüm şahanə yığıb ki, ay qız, mahnı trenddədir. Dedim, onsuz da Samir deyirdi ki, o mahnı da oradan da tutacaq da. Yəni, toylarda, o günləri Şəbnəm xanım toydadı Moskvada, mən video çəkimini sənə göstərəcəm. Belə deyir, deyir, özüm burada olmasan da mahnılarım burada deyir. O mahnını? Andollallah, mən heç özüm dəcədə gəlim. Yəni, səncə biraz ağır tepli mahnıdır. Amma çox orada, yəni, sevirəm də, yanıqlı oxumuşum bu mahnını, çox sevirəm. Qəşəng mahnı. Oxuyacaqsan bugün? Əlbəttə. İlk eşkimizi də Emin hazırlayarsan, indi Ülviyyədən təqdim edərik. Ülviyyə, bax, sən adam var ki, YouTube-dan qazanc qazanır, oradan gələn qazancını da qoyur klipinə. Məncə sən də eləsən, hə? Mən də eləyəm, inan, yəni belə... Yoxsa klipə cibindən xərcləmirsən də? Əvvəllər xərcləmişəm, amma artıq yox. Çünki YouTube-dan aldığım pulu, yəni ya mahnı alacam, ya klip çəkəcəm, yəni belə. İki şeyə sərf edirsən. Bəli, indi hal-hazırda da bir dənə klipimiz tez bir zamanda çəkiləcək. Yəni, mahnının adını deyim sadəcə olaraq. Mahnının adı belə maraqlı addır. Adı Kişilərdir. Kişilər. Hə, amma kişilər mən... Kişilər. Ayyuxan Kəzimova da oxumuşdu. Yox, bir dənə Aygün xanım bəli oxuyub. Amma bu oynaq bir mahnı, çox gözəl bir mahnıdır. Ona Şahanə xanım bəli klip çəkir. İnşallah çəkəcək. Onlara kişilər çəkəcəyincə? Yox, yəni siz necə, orada kişilər necə gedir mahnı? Sadəcə o, yəni kişilərin xəyanətindən gedəcək mahnı. Yəni, ailəli, yəni... Yenə ailəli. Yenə ailəli. Nə? Yox, eləcə. Nədir? Deyir, hərdən deyir, qadınlardan yox. Qadınlara da. Oxumuşam da bir qadını ağlatma. Niyə qadınlara da oxumuşam? Orada da yəni ağladan kimi kişidir. Mahnı kimdən gəlir? Vüsal İbrahimov? Yox, bu dəfə Ruslan Səfəroğlu musiqi aranjman, sözlər Şahanə xanım Ayazqızı. Sözlər Şahanə Ayazqızı. Şahanənin yazmağı da var ya. Təbii, Nasbər xanım Dostaliyeva, neçə müğəni Şahanənin bəstəsini oxuyub, Şəbnəm Tozlu, yəni çox müğəni oxuyub, Şahanə gözəl sözlər yazır. Nə gözəl. Nə gözəl. Yetişdirir, nə deyirəm torpaq? Bəli. Füzuli yetişdirib. Yox, Şahanə Füzuli deyil. Yox, sən deyirəm. İmiş ilə Füzuli Tayyip qonşudur da. Sən bizi yığmışsan bura Füzuliyə, ağsaqqal niyə dəvət eləməmişsən? Biz sizi bura yığmaqdan məqsədim odur ki, niyə o əcdahadan bizdə yoxdur? Bəli, niyə bu Sara çaylarından qazanc əldə etməyəsiniz? Hörmətli tamaşaçılarımız, bu arada SMS düzgün, doğru, bizə ilk SMS yazan izləyicimizə məndən hədiyyə olacaq.
Məndən deyəndə ki, Saro çaylarından hədiyyə olacaq, ha? Məndən yox, Saro çaylarından. Bax, orada gördüyünüz bütün növlərindən sizin üçün göndərəcəm evə. Arxladır o Samir. Arxladan çay da var, yaşıl çay var ki, limonda olan, bir limonda olan bütün C vitaminini əvəz edir. Tam təbii, tam organik yaşıl çaylarımız var. Hamısından göndərəcəm, narahat olmayın, ürək açıqam. Hamısından yığıb göndərəcəm. Sadəcə olaraq düzgün bizə ilk cavab göndərən izləyicimizə mən hədiyyə verəcəm. Ki, bax bu şəkildə gördüyünüz xanım, sənətkar kimdir? Gözəl səsi var idi, çox gözəl aktrisadır o filmlərdə yaratdığı, adını çəkmirəm hansı filmlərdə, tapa bilməsəniz ipucu verəcəm sizə. Onun filmlərdə yaratdığı obrazlar, hətta bir filmdə 2 obraz eləsi var ki, oynayıbdır, başqa-başqa xarakterlər, amma adamın belə gözünü yormayıb, elə bilimsən tam başqa adama baxırsan, belə aktrisa olubdur. Azərbaycanımızın çox müqtədir sənətkarlarındandır o xanım. Bu arada Müşfiq, bir ipucu da var. Bu fotostertdə o xanımın şəkili var. Və burada çox xanımın şəkilləri var, aktrisalarımızdan. Bax, Nəcibə Məlikova var, Afa xanım Bəşir qızı var, Gülşad Baxşıyeva var. Ondan sonra bura gəldik, Nəsibə xanım Zeynalova var, orada Münəvvər Kələntərli var, Leyla xanım var, Safra İbrahimova var. Yox, Rasim Balavyə xanımlardan sevədə gedir. Tuzsanı səndə. O birisi Şəfiqə Məmmədova var. Bax, bu xanımlardan biridir. Bir ipucunu verdim artıq sizə. Kim doğru cavab yaza bilər? İndi bir də şəkili verəyimin. Sonra deyirsiniz ki, Samir ipucu vermir. İpucu verdim. Bax, bu bizim stentimizdə olan deməli, aktrisalardan biridir. Bugün onun foto şəklini sizə təqdim edirik. Kim doğru düzgün bizə cavab yaza bilər? Ümumiyyətlə, filmlərə baxansan, Sərhəd? Hamısına baxırsan? Azərbaycan kinolarına baxırıq, adam o illərə. Sonra nəyə baxırsan? Elə illərə deyirsən, gələ bil ki, 100 yaşın var. Yox, yəni ki, nətər deyim, indi köyündə kinolara baxanda adam elə bir istirahət eləyir. Adam ona görə. Baxdıqca baxmaq istəyir. Ülviyə, sənin vaxtın var kinoya baxmağa? Hə, mən sevirəm Azərbaycan kinoları. Ümumiyyətlə, mən çox demək olar ki, 90%-nə baxmışam. 90%? Bəli, baxmışam. Axırıncı aşırından tutmuş, nə bilim, hər bir, bütün, nə bilim, görüşə qədər. Əsas görüşdü, ona baxırsan sən. Əsas odur. Deyir orada, nə deyir? Müəllim necədir? Tukan Tullana nə deyir? Dostumuz necədir? Hə? Dostumuz necədir? Yaxşıdır, dostun, yaxşıdır işte. Baxır indi bizə. Hə, yəqin baxar. Adını çəkmirəm, onun xoşu gəlmir, adı çəkməkdən. Nə deyir o şeydə, kinoda? Tukan Tullana deyir, görüş kinosunda. Kamil! Sonra tamaşaçılarımız elə bilər ki, biz görüş filmindən nəsə Yox. deyirik. Görüş filmi deyil. Oynamır, heç görüşdə də oynamır o mən bilən, hə? Görüşdə oynayır. Oynamır. Oynayır. Sənə deyəcəm arasında oynayır. Məncə oynayır. Hə, toy yerində. Hə? Toy yerində. Nə bilim, bilmirəm. Nəsə oynayır. Bildim. Elə bir kino var ki, orada oynamasın. Tamaşaçılarımız necə hələ düzgün cavab yazmayıblar, onu bilmirəm. Ülviyə. Haydi. Bu arada da hörmətli tamaşaçılarımız, Saro çaylarında kim əməkdaşlıq eləmək istəyirsə, o şirkətdə çalışmaq istəyirsə, Emil nömrəni təqdim edək. Kim Saro çaylarında əməkdaşlıq etmək istəyirsə, yəni o şirkətdə çalışmaq istəyirsə, aşağıdakı telefondan əlaqə saxlasın. Yəni özünüzə bir biznes qurun. 64-43 nömrəsi salamlayır hər ikinizi. Təşəkkür edirik. Çox sağ olsun. Sustu fəryad edəcək. Səndən qaçıb gedəcək. Ya Ülviyə. Rusiyadan yazırlar 99-35 nömrəsindən 64-43. Təşəkkür edirik. Zəng vurmayın. Ehtiyac yoxdur zəngə. Bacım, Aynur'u salamlayıram. İnşallah səni dəvət eləyəcəyim. Aynur, dəvət eləyəcəm, sənə söz verirəm. Bəli. Sən dəvət eləyəcəm. Fuzulu sözü. Hə, sənə Füzuli söz verirəm. Sonra 13-25 Rusiyadan yazır bizə, salamlayır hər ikinizi. Görüşdə oynamır. Aynur düz deyir. Türkiyədən yazırlar 77-69 nömrəsindən, Almaniyadan 21-42 nömrəsindən, Rusiyadan 55-55, hamısı 5-lərdir. Yenə Rusiyadan 26-07 nömrəsindən, yenə Rusiyadan 39-49 nömrəsindən,
deməli, Moskvadan yazır bizə. Ülviyə buranın kraliçası da yazırlar bura. Rusiyanın. Rəqsanə xanım da var orada. Rəqsanə xanım Moskvada yaşayır, mən Peterdə Hə, yaşayıram. Peterin toylarına sən baxırsan. Amma səni bir gün Voronejdə görürəm, bir gün Yekaterinburgda görürəm. Danışdırma da, mən də gəl tökülüblər orada, kanyesdə mən neyiniyim? Hə, ona görə. Gəlib neyiniyim, tutaq ki, belə deyək də, 5 manata deyilsin, gəlib 3 manata oxurlar və mən neyiniyim da, mən də Düşmüsən çöllərə. Çöllərə düşmüşəm, xəbərim yoxdur. Ülviyə, doğrudan bax, tutaq ki, Peterdə ayda məsəl üçün deyək, 10 dənə işə gedirdinsə... Hə, indi elə mən 6-da gedirəm, elə. 4-də gedirəm, 5-də gedirəm. 4-də 5-də, 5-6 yazı canım, görürəm. Amma Allaha qurbanım, yəni Azərbaycanlarımız, Allah bütün həmyerlərimizi qorusun, ümumiyyətlə qəriblikdə yaşayan. Ümumiyyətlə, yəni, hər yerə getmək mənim üçün laf yaxşı, yəni bir yerdənsə, bir şəhərdənsə, hər yerə gedirəm, yəni bütün şəhərlərdə... Ülviyə, bax, o gün Rəqsanə də deyir ki, toydan sonra gedirlər, otururlar, yemək, içmək, çay içən kim, qəlyan çəkən kim... Çay içən var, məsələn... Nə bilim, bilirəm, indi çay deyirəm. Pivədən danış, pivədən danış. İndi, heç ümumiyyətlə, toydan sonra... Məsəl üçün, yox, nağara yox. Toydan sonra harasa gedib oturmuşsan? Əvvəl oturmuşam burada, mən dana bilmərəm. Yəni, mən həmişə, yəni, mən tanıyan adamlar bilir ki, mən sözü düzgün deməyi sevirəm. Yəni, burada, mən bayaq da qeyd elədim, mənim o qədər səhvlərim, yanlışlarım olub, bu günümə şükürlər olsun. Yəni, bu gün, bəli, həyatımda olan insan, mən heç, nə bilim, hara getdim, addımıma qədər. Əvvəl, düzdür, inamsızlıq daha çox idi, amma, yəni, övladımız olandan, yəni, inam tamdır, yəni, Tam inanırsan. Bəli, tam o insana. Arada dolaşıram, deyirəm, nə oldu, əvvəllər qısqanclıqdan başına hava gəlirdi. İndi yox, bundan sonra da hara da inanmayım da. Yəni, bundan sonra da neysə... Çox istəyir səni, mən onu bilirəm. Hə, yox, mən də çox istəyirəm. Allah çox yaxşı insandır, bizim də dostumuzdur. Çox gözəl də bir insandır. Bəli, o da səni çox istəyir, yəni, bu belədir. Bilirəm, bilirəm. Özün gözəl bilirsin. Yollar bağlıdır, o tərəflərə gedə bilmirəm. Xərcə salın oralarda. Sən ailəlisində, səndə neçə uşaq var? Məndə 3-dür. Maşallah. Maşallah. 2 qızım var, 1 oğlum var. Ay ya. Böyüyün neçə yaşı var? Böyük 1-ci sinifə gedir, 7 yaşı var. Onu gec evlənmirsən sən? 28. Mənim qapı qonşumdan xala oğludular. Mənə bayaqdan qız yazır ki, xalam oğlu da deyir. Harada? Rusiyada? Yox, burada. Burada. Hə, bilirəm. Sən heç bilmək olur ki, haradadır qapı qonşun. Gəl mənlə qapı qonşusan. İndi mən yaşadığım yerdə 3-4 dənə ev var. 100 deyən olsun, bir deyən olmasın, görürsən. Sən hansında qalırsan? İndi o demirəm ki, gizlidir, məxfidir. Məxfidir? Anan harada, sən oradasan, anan yanındasan. Əlbəttə ki, anamsız mən. Ülviyə, gəl səndən yenə bir nəğmə təqdim edək. Elə gəlsin də ilk eşkim. İlk eşkimiz gəlsin. Mən də oxumuşam. İsrail Məmmədov da oxuyub onu. O gün mənə yazmışlar ki, sən... Kuşa çınarlar, şahit oldular bizim bu ilk eşkimize. Köydeki kuşlar deme koştular bizim o ilk eşkimize. Bahçada güller
yazırlar. Koşan çınarlar şahit oldular bizim o ilk eşkimize. Ölürəm imanı. Mən bu arada efir vasitəsindən elə İsrail müəllimə dərin təşəkkürlərimi bildirəm. Çox gözəl insandır. Bir kəlmə zəng gələn kimi dedi, bala qurbandır, oxu. Hə, elə adamdır İsrail Onun bir müəllim. mahnısını da oxuyublar da, şey oxuyub onun, bir dənə oğlan var. Dünya. Bir dənə mahnısı var. Kimlər yaşayır, kimlər ölür, belə bir dənə mahnı var. Dünya mahnısı var amma İsrail müəllimdən bilirəm, başqa Yox, bilmirəm. Pünhandır ki, oğlandır, o bir dənə oxuyub, Pünhan. Hə, onu bilmirəm, tanımıram. Yox, Hə, tanınmış cavan, bir mahnıdır, təzəlikdə. Yox, İsrail müəllimin mahnısını bilirəm, amma hansı mahnıdır, o Pünhan dediyi tanımadım. Tanıyırsan, Pünhan qabağına İsmailli. rastlaşdı. Yox. Pünhan İsmail'in mahnı oxumur axı. Ay, yox, Gözəl Pünhan şeirlərdir. İsmailli deyiləm, Pünhan. Salam Samir qardaşım, necəsiniz? Deməli, Aynur. Hə, kimi ağladırsan, kimi güldürürsən dünya. Ha, o da İsrail müəllim mahnısı. Bəli, təbii ki, çox gözəl mahnı. Salamlayırıq sizi, deməli, Aynurə, Ülviyə yanında o biri qonağınızı salamlayıram. Nə yazır bu? Salamlayırsınız. Samara'dan salamlayıram sizi. Azər yazır, göndərir. Aynurə, ondan sonra Ülviyə salamlar. Çox sağ olsun. Deyəsən, bacımı da tanıyır. Kim? Azər Samara'dan. Tanıyır bacım da gör. Dayıqının mənim bacım Rübabə yadigarıdır. Bəli. Gör o haçanla qalıbdı. Nuh nəslindən qalıb. Dillerine yazdı. Aynur'un da oradan Ben öldüreceğim. mamandan böyük də, ha Aynur. Ay yok. Aynur evə gedəndə səni öldürəcəyiz. Bundan balacadır. Allah andolsun. Ay Sənin yok, hemen balacadır. de- Yok. Böyüdür. Aynur 78. yıl. Hə, uşaqdır, nəyəs var. Öyrənəcək. Ha, Sabirə xanım yazır, göndərir. Ülviyə salamlayırıq. Sənə də salamları var. Təşəkkür ederim. Deməli, Sağ olsun. Zəngilan şəhərciyindən yazır, göndərir. Etiqad müəllimi Sabirə xanımı salamlayırıq hər birinə. Xalidə xanım yazır. O günləri bir ad günündə də bir yerdə olmuşsunuz bu yaxınlarda. Deyəsən dünən yox, sırağa günü. Həcc xanım, Xalidə xanım salamlayır. Baxır hal-hazırda bizə. Təbrik edirəm. Bir daha təbrik edirəm. İzləyir. Gülnar Tərtərdən yazır, göndərir. Ülviyə xanıma salamlar olsun. 63-97 nə qədər yazırlar Rusiya, Azərbaycan. Adam çox istəyir, bilirsən sən. Mən bilmirdim onu. Boy. Elə bildim səni çox istəmirlər. Yox, ha. Əməlli başlı istəyirmişlər səni. Ay yox Allah qılıyordu oradan da. Mən inanın ki, yəni mən sən necədir? İnsanlar nəyi qəbul eləyir? Real olmağı. Yəni mən reallığı çox sevirəm. Aynən məndə o yoxdur, Afrika. Bəzək, düzək. Ay sağ ol. Ay nə bilim, gedim, hay sağ ol, düz dedin. Yəni olmayan şeyləri inanırsınız elələri tanıyıram ki, üstü danışdığı sözün 100-dən 99-u yalan. Yalandır. Hə bu nə lazımdır? Qıraqdan bu baxan tanıyan deyir, ay səni belə-belə. Düz danışdı, yalan. Deyir, ay bala, düzün danışdı. Axı belə deyildi, belə idi. Siz nərdəyiz? Hələ qalıb, fikrim bilirsiniz harada qalıb. Ülviyə Bəyxlar Toydan dedi sonra ki, nağara. toydan sonra nağara söhbətində, ondan sonra da Xalat. deyir ki, hamamda oturub hamam xalatı ilə Moskvada. Çörək qazanırlar, nə olur? Çörək qazanırlar, vay, 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 Allah gəlsin elə çörəyi. Elə çörək lazım deyil. Bakıdan yazırlar, Mingəçevirdə yaşayan, nə bilim, kimcəzə salam göndərir. Mingəçevirdə yaşayan Rəcəb bəy və Könül xanım. Salamlayırıq sizi də. Sonra Ülviyə 0327 Sərhəd Rusiyadan yazırlar. Salamlayırlar hər birinizi. Uğurlar arzulayırlar hamınıza. Pis yazan var məndən. Yox, hamı qəşən yazır. Pis yazan var. Oxuyuram, bir dənə pis yazı var idi. Oxuyum. Deyirdim oxumayayım, amma emin. Mənə yazmışdı, elə? Sənə yazıblar, oxuyum. Salam Samir bəy. Fikirləş. Özündən çıxar. Ülviyə xanımın mənə 17.000 manat verəcəyi var. Bəlkə onu mən verəcək olar. Bir izləyicimiz yazır. Yox, Allaha qurban ol, mən borcum heç vaxt olmuyor. Yəni mən borc alaram. Az zarafat edirəm. Yox, Borc bilirəm almırsan? zarafat. Heç vaxt. Borc alaram, bəlkə elə bir vəziyyətə düşərəm. Kimdən sağla, özdə mən borclu olma. Neyinirsən sən borcu al? Demirəm, mən böyük Sən summa altın yox. doludur, ütülüyüb yığmısan da borc. Və 100 yəni, görürsən torpaq budur var. Və şeydir, belə-belə deyəni, niyə deyə yıxdınız, bəzilərin.
Xəbərin var da, hansı Sən bir də müğənnilər? zar, bax evi yıxırsınız Sən amma. xəbərin var da, Azərbaycanda müğənnilərimiz, Nə? Nə oldu burada da? demirəm də dayı, reklamlarda deyərəm. Hə, yaxşı. Yazıram, adaşım Ülviyə xanıma salamlar, çox gözəl Öpürəm. səsi var. Sağ ol. Orenburg şəhərindən yazır. Can, sağ ol. Orada olmamışam, amma dəvət eləyiblər. İnşallah Nəcib, qismət sən olsa, bəziləri, nə Orenburga bilim, neçəyə gedirsən? bəziləri ortalıqda, nə bilim, bu qazan bulamasa, gedib çıxarıq inşallah. Orenburga neçəyə gedirsən Ülviyə? Oradan sonra nağara yığışırsın, bu pandemiya gəlsin, burada gedərik. Orenburg uzaqdır, mən bilən. Deyim, qiymət deyim burada. Yox, yox. Məsələn, neçəyə gedirsən təxminən? Elə Moskvadan oraya, Piterdən oraya neçəyə gedirsən? Samir, mən sən bir söz deyim. Mən elə bir insanam ki, çünki mən indi məni tanıyan, sən də Reallığı tanıyırsan. bilək də bugün bizə Rusiya Yəni mən əvvəllər, yəni o bəziləri o gün bir dənə reportaja baxdım, video baxdım. Yəni orada danışırlar ki, bəzi oxuyanlar var, göyərti qiymətinə gedib. Bu heç düzgün məntiq deyil. Yəni göyərtin qiyməti 50 qəpikdir. Düzdür. Yəni 50 qəpiyi oxuyan bir müğənni yoxdur. Heç adi Ülviyə neçəyə gedirsən? Yəni yenə deyirəm, 50 manata da getmişəm, 100 manata getmişəm. Amma bugün, yox, bugün elə deyil. Amma inanın ki, oxumağıma görə mən çox qat-qat ucuz gedirəm. Oxuya bilməyənlər nə qədər qiymətə gedir. Yəni onlar oxumaqda mənim əlimə necə deyim, üstünməyə yaramır. Bəli. Amma o biri yığır. Məsəl üçün bax 3 gün Məsələn, mən yığmışam səni. Ülviyə xanım, salam əleykum. Sizi deməli hardan narahat eləyirik? Yekaterinburgdan narahat eləyirik. Oğlumun toyuda neçə gələrsiniz ora ansamblla? Ansamblla, mən ansamblı Piterdən aparıram. Oradan yəni rubl olaraq adam başı 20-25 min rubl, bir də biletlərini alırlar, onlara, uşaqlara. Yəni neçəyə başa gəlir sizi? Canım nənəsə? Yox, mən tək öz qiymətimi deyirəm. Öz qiyməti neçədir? Gör mən nəyə sorarım. Qiyməti bir dənə, tez elə. Qiymətim nə bilim valla, belə 3-ə də gedirəm, 2-5-ə də gedirəm. Yəni belə Dollarla. aşağı, bəli, hə, aşağı. 2-2000. Amma inanın yenə də deyirəm, o gün orada 1-2 nəfər olub, heç mənim oxuduğumu 1%-ni oxumur, 3000 dollara gediblər, adamı yandırıb tök. Sən nə? 3 gün bundan qabaq bir xanım yığıb, bəlkə də məni izləyir, biz izləyir. Çünki sənin verilişinə baxırlar. Ümumiyyətlə Rusiyada çox adam sənin verilişinə baxır. Xanım zəng edib uzaq bir şəhərdən deməli ki, deyir mən deyir, bir sistra işləyirəm. Yəni valla maaşa baxıram da, hə. Maaşa baxıram. Mən ona necə deyim ki, mən 3000-ə gələm, mən 4000, 3000 verirəm bu qədər ver. Deyir mən buna imkan çatır. And ol Allaha, yəni razılaşdım ki, həmən gələrəm. Nə qədər halbuki and ol Allaha oradan Moskvadan ora, yəni Piterdən ora 4 saat samolyot uçur. 1000 dollar verirdi. Yox, 1000 yox. 1500 verərdi. Yox, 2-yə dedi. Yəni belə 500 də. 5 saat oradan ora. Xabarovskda neçəyə getmişdin? Neçə il bundan qabaq hələ. Yəni uzaq bir yerdir. Piter, hə, xabar Vladivostok'a zəng edirlər. 9 saat samolyot uçur. Qurbanım insan həyatı. Nə bilim, yəni əziyyətdir. Dollarlar. Qıraqdan baxanlar Nəsə oldu dollarlar göydən töküldü yerə. İnsan həyatı da. Sonra dolların damcı necə qaçasan üzə aşağı. Çətin məsələdir. Reklamlar da efirimizdə, reklamlar. Amma reklamlara ayrılmadan öncə Emin, zəhmət olmasa fotoşəkili bir də təqdim edək. Hələ düz cavab yoxdur. Niyə? Bu xanımı, bu sənətkarı kim olduğun mənə bu dəqiqə yazıb göndərsinlər izləyicilərimiz. 8878 nömrəsinə. Mən Saro çaylarından o izləyicilərimizə Müşük, zəhmət olmasa o çaylardan görsət. İstəmirsiniz sizə bu günləri. Bax, belə gözəl çay gəlsin. Kimin ağrır canım? Adı nədir? Çay gəlsin. Xalq artistidir. Kino, teatr aktrisasıdır. Sizə dedim axı, onun bizim buradakı bu stentimizdə də şəkili var, o xanım sənətkarın. Bir ipucu da verim sizə. Musiqili teatrın aktrisası olub. Əvvəllər bilmirəm, amma son, mən onu belə bilirəm ki, musiqili teatr. Bir obrazı var ki, o obrazı, ipucu vermə, xahiş edirəm, o obrazı bilməyən yoxdur. Gəlin mənim süpürgəmdir. Neysə, reklamlardır, reklamlardan sonra davam eləyəcək. Reklamlar. Davam edirik, hörmətli tamaşaçılarımız. Davam edirik, reklamlarımız bitdi. Reklamlarımız bitdi. Biz hələ fikrimiz qalıb o tərəflərdə. Ölkə xaricində deyirik, inşallah bu yol irizlər açılsın, yenə gedək. İnşallah yaman günün ömrü az olur, Ülviyə, inşallah ki, əsas insanın sağlığıdır. Əsas insanın can sağlığıdır. Can sağlığımız varsa, canımız sağdırsa,
Əsas odur ki, heç kim acından ölmür. Əgər can sağdırsa. Valla mən əvvəl orada o qədər qardım, indi qala bilmirəm. Darıxıram, bura üçün çox darıxıram. Allaha and hara olsun. Əvvəl orada susuz qala bilmirdim. İndi də burasız qala bilmirsən. İndi bilmirsən. vallahi hə. Sələd, ilk dəfə hansı ölkəyə getmisən? Biz Moskvaya getmişik 2003-cü ildə. Dünya festivalına. Sən neçə yaşın var ki, 2003-də getmişdin? 2003-də Dünya Festivalına ilk ayağın... Aslan Kino vardı da, Studiyanın klubunda dünya çempionatı vardı orada. İlk dəfə orada çempion oldum. Yəni ilk dəfə ayağın onda açılıb da ölkə xaricinə. Ondan sonra getdim, əskəriyə gəldim. Ona qədər hələ biləcərdən xərifə keçməmişdi. Yox, ölkə daxili yarışda da iştirak edirdi Sami müəllim. Ondan sonra dünya çempionatına getdi, iştirak edirdi, orada çempion oldum. Getdim mən əskəriyə. Xidmət çəkib gələndən sonra idmanı yenə davam elədim, atmadım. Gələndən sonra Belçikaya getdik Avropa çempionatına. Elə artıq Avropa ölkələrini həm gəzmək, həm də ki, vətənimizi təmsil etmək. Gedəndə təxminən neçə günlük gedirsiniz? 14 gün, bir həftə gedir, yarışa baxır. Yarış 2 gün olur, 2 gün olur, gəzməyimiz də olur, həm də ki, seminarlara gedirik, daha da idman biliyimizi savadlı olmaq üçün də. Təcrübə toplamaq. Bəli, təcrübə toplamaq üçün. İndi düz, elə insanlar var ki, bu günləri gedir, məsələn, bir yarışda çempion olub, gəlir, müəllim işləyir. Amma siz seminarlarda? Bəli, biz seminarlarda da iştirak edirik. Biz də seminarlara dəvət edilir, xarici ölkələrə, mənim özümdə dəvət edirlər seminarlara. Sən harada bu getdiyin deyirsən, 5 dənə pasport dəyişmirsən. Axırıncı bu 5-ci ayda dəyişəcəm. Dəyişəcəksən də, 4-də, 5-cində dəyişirsən də. Bu getdiyin ölkələrin içərisində harada qala bilərsən, ümumiyyətlə yaşaya bilərsən, amma səmimi denə. Ən xoşladığım 2 dənə ölkədir. Biri İtaliyadır. Orada qala bilərsən. Bəli, bir də ki, o öz diliminə görə demirəm, Türkiyə. Çünki Türkiyə elə, necə deyim, ölkədir ki, necə deyim, insan qaynaşır da, elə bir işıqlı yerdir. Öz evində O dilə görə demirəm, o dilə görə demirəm. Düz, indi bir də qardaşım da hal-hazırda mənim Almaniyada yaşayır, o da idmansıdır. İtaliyada yaşayarsan, bir dövlət olaraq da Türkiyədə. Çünki çox Türkiyə gedib gəlirik, yarışlarla bağlı olaraq, seminarlarla bağlı olaraq. Orada yaşaya bilərsən. Bəli, rahatçılıqdır. İtaliyada niyə Türkiyəni başa düşdün? Bir millət, 2 dövlət. İtaliyada niyə? Çünki onlar bizə yaxın olan insanlar da axın, İtalyanlar da bizim xasiyyətli olan insanlardır. İndi orada da dostlarım yaşayır, Milanda yaşayırlar, buradan da salamlayıram onları da. Onlar da həmişə mənə deyir ki, bəs vaxtları istəsən gəldi, səni gözləyirik. İtalyanlar? Yox, İtalyan rəqiblərimiz də var, döyüşdüyüm insanlar da var, həm də Azərbaycan olan insanlar da var. İtalyanlarla çox bənzərliyimiz var bizim, xarakter cəhətdən. Mətbəximizdə bir oxşarlıq var. Məsələn, Pityerdə mənim dostlarım var, Naxçıvanlardır, mənə deyir, nə vaxtları, hər məşə mənimlə danışan deyir, bəs səni gözləyirik burada. Gəl yaşa burada. Deyir, gələ qonağımız ol, həm də burada yarışlara gedək, bizim də onlarla... Biraz çəki də almışsan, ha? Bəli, indi bir il yarımdır ki, məşq eləmirik. Yeyirsən, evdə pişirirlər. İndi inşallah gözləyirik də, indi bizim zallarımızı açsalar yaxşı olar. İdman zallarımızı açsalar çox gözəl olar. İnşallah ki, insanlarımız məşq eləyib, bəli, insanlarımız məşq eləyib, sağlam qalsınlar. Ülviyə, sən əvvəllər bu balaca qızın olandan sonra elə bir ki, daha çox bağlanmışsan vətənə. Bura, hə. Həm ona görədir, həm də yəqin ki, mənə razılaşarsan, insan yaşlandıqca, ümumiyyətlə, yaş artdıqca oradan da vətənə bağlı olur. Mən belə düşünürüm. Özü yaşlamamışım. Yaşdan nə yaşın var, ha? Bəs, kişi nə deyir? Deyir, orada qal, burada qal. Mən onsuz da tez-tez gedib gəlirəm də, yəni istəyəndə aldım biletimi, düzdür. İndi bu dəqiqə elə bir vəziyyətdir ki, yəni Azərbaycan vətəndaşı yəni gedə bilməz də, gedə bilir, yəni çətinliklə gedir. Təzəliklə elə açılıb bu Moskvadır, yolda. Yəni belə, amma mənə heç vaxt yəni olmuyor, çünki mən yarı ora vətəndaşıyım, yarı bura vətəndaşıyım. Sən çift vətəndaşsın. Bəli. Tamam. Hörmətli tamaşaçılarımız, oyunumuzun şərtlərini xatırladıram. Əslində bu bir oyun deyil. Mənim verilişimdən hər gün hansısa bir tamaşaçımız bir hədiyyə qazansın. Dünən də yox, birinci gün. Deyəsən, Saro çaylarından hədiyyə vermişdik izləyicimizə. Bugün də istəyirəm ki, Saro çaylarından hədiyyə verim, həm də bu gözəl çaylardan. Hamısından bir-bir qoyacam paketə. Hamısından bir-bir paketə qoyacam sizin üçün. Amma düzgün cavab olacaqsa, əlbəttə ki, ilk doğru düzgün cavabı mənə kim yazıb göndərəcəksə, o izləyicimizə biz bu çaylardan göndərəcəyik. Ta istəyir ünvanına göndərək, istəyir gəlib bizim giriş qapımızdan götürsün. Bax, bu ekranda gördüyünüz xalq artistimiz, mərhum sənətkarımız kimdir?
adın, soyadın yazırsınız mənə. Mən ipucu verdim sizə, filmlərdə çəkilib, ondan sonra teatr tamaşalarında oynayıb, çox sayda televiziya tamaşalarında oynayıb, televiziya tamaşalarında çox oynayıb, teletamaşalarda, teatr tamaşalarında. Amma elə bir filmimiz var ki, sırf onun özünün adı ilə bağlıdır. Yəni, elə bir möhür qoyub ki, o həm teatrda o, yəni tamaşa olaraq oynayıb o qadın xarakterini. Həm də filmdə onu çox gözəl canlandırıbdır. Düşünürəm ki, tamaşaçılarımız diqqətlə mənə qulaq asan tamaşaçılarımız bilir söhbətin kimdən getdiyini. O zaman Azərsel nömrələrindən 8878 nömrəsinə SMS yazın, göndərin. 8878 və biz o izləyicimizə buradan öz hədiyyəmizi göndərəcəyik. Ömründə hədiyyə qazanmışsan Ülviyə? Hediye. Ha öyle burada verilişte bir defa kazanmışım ama birisi verilişte. Şans o da, Əligilin verilişində. Amma yox, belə harasa gedəsən, nəsə tapasan və yaxud nədənsə nəsə qazanasan. Ha pul. Nə qədər? 100 manat. Yerden 100 manat tapmışam. Sonra 5 manat tapmışam. Belə. Yaxşı yadına qalıb hamısı? Hə, yox. Təsəllisən taparsan. Amma onu. itirdilərim də çox olur. Ümumiyyətlə, mən sırğa deyirlər, niyə taxmırsan? Mən sırğa çox itirirəm, həddindən artıq. Yəni, çox itirirəm. Yəni, nə bilim, qızıl itirirəm çox tez-tez. Amma bir cəhətdən deyirlər, o yaxşı şeydir. Yəni, qızıl itirmə yaxşı şeydir. Qızıl itirmə yaxşı şeydir. Hə. Sərət, bəs sən? Hədiyyə qazanmalıdır. Biz yarışlarda olanda bizə hədiyyə verirlər, çempion olanda verirlər, öz ölkəmizdə də. Nə verirlər, nə hədiyyə? Görmədim, bir dəfə gətirəsən mənə. İndi Verilən hədiyyədən gələn dəfə mənə də gətir. mənim gözüm üstə. Biz nədir? Mənim ən hədiyyələrimin içində bir hədiyyə var. Aha, onu mənim üçün saxlamısan. O mənim üçün ən dəyərli hədiyyədir. Mənə saxladığın deyir. Çünki nədir? Mənə saxlayıb. Necə deyim sizə? Düz onu mən onu burada deyə bilmərəm, çünki biraz məxfi qalsın. Tamam, evdədir o hədiyyə. Bəli, inşallah gözün görüşəndə göstərirəm. O icazə da verilir həm də. Aha, o məxfi bir hədiyyədir. Vermək sevirsən. Hədiyyə vermə. Onu elə bir insan mənə bağışlayıbdır ki, çünki o ilə hamımız fəxr edir. Bütün onun adını da çəkənmərəm. Azərbaycan xalqı fəxr edir o ilə. Onu sənin üçün bir dəyərli hədiyyə. Bəli. Amma qulaq as, sən özün hədiyyə verməyi xoşlayırsan? Niyə xoşlanmıram ki? Həmişə xoşlanmışam ki, ürəyimə yatan insana bir hədiyyə verim, bir sevindirim. Samir, sən sevirsən hədiyyə vermək. Mən sözün düzü Mən almağı daha sevmirəm. çox sevirəm. Eyni, görsə torpaq, eyni torpaq. Almağı daha çox Hədiyyə nə sevirəm. verəm? Əl xüsusilə kişiyə hədiyyə verirlər. Məsələn, bir ad günündə olanda bir Mən bir tədbir... xoşlanmıram. Ad günündə olanda indi neyini çarəsizlikdən. Həyat müəllimə almırsan nəsə hədiyyəcə? Ad günündə almışam mən 2 dəfə, o da ad günündə. Yəni belə baxalım, yəni indi kişiyə hədiyyə alırlar, niyə? Məsələn, mənim bir dostum var, Kişi qadın almalıdır. Türkiyədə yaşayır, Türkiyədə. Mən ona bir hədiyyə apardım. Yəni, necə deyim, kətan üzərində onun rəsmini çəkdirmişdim. Sən işin gücün, hara? Türkiyə dostu var. Mənə bax, Ülviyə, bəs sənə hədiyyə alır tez-tez? Çox, aldı, ya maşın aldı. Sonra? Hədiyyə yox, çox alır. Allah onu canı sağ eləsin. Hədiyyə elə, Sunay hədiyyədir də elə. Onun hədiyyəsidir. Dübələmdə dükkülə. Ha, dedim onun hədiyyəsidir. Yox, maşın. Ha, belə başqa hədiyyə almır da, hə? Məsələn, axşam Ülviyə qapından hədiyyələr gəldi. Yatdın səhər tezdən yuxudan durdun, qızıl güllər satır. Belə şeylər Yox, görmürsən mən elə. ümumiyyətlə gül sevmirəm. Buna gül verəndə tullayır balkondan Ümumiyyətlə elə bir aşağı. başıma daş düşür Allah'ın dostu. Bir də Görə bu gülün yerinə pul verərlər Gül mənə. gətirmişlər mənim. İçində 100 dənə. Neynirəm onu 3 gün saxlayıb onu buraxacaq zibilxanaya gedəcək. Neynirəm onu? Onun yerinə nədir? Onun yerinə o çöp, onun pulunu ver də. Yəni belə. Çox Ya da mən ki, belə fikirləşirəm. qızıl, duxu, güldən xoşum gəlmir. Amma Rusiyada ruslar çox sevir. Ümumiyyətlə orada yaşayan bizim xanımlar da, yəni gülü sevirlər, nə sevmir. Gülü sevməmək Yox, neyirəm gülü? Güldən nə xeyir gəlir? Heç nə gəlmir valla. güldən heç nə gəlmir. Nədənsə paketin içinə qorsan pul. Bəli, o güldən də Yaxınlarda nə geçən. verirlər, yaxınlarda. Paketdə Şokolatinazı. müəllim verib də 100%. Sağ ol. Yox, xanım verdi. Sən xanım. Hə, o heç. O şokoladı gətirərdim və oruzum, deyəcədim çay içərdik. Götürərəm, problem yoxsa. Deməli, hə, Sıragül. Ülviyə xanımdan yenə bir ifa təqdim edək. Ülviyə, Hə, ifa istəyirlər səndən. Gəlsin. Və SMS-ləri gözləyirəm 88-78-ə.
necə başladı, necə bitti bilmədim. Bizim çılgın məhəbbət hara getdi bilmədim. Bu eşq necə başladı, necə bitti bilmədim. Bizim çılgın məhəbbət hara getdi bilmədim. Şeytan imiş məni sevən, mələk cildində göründü. Saxta sözlərə inandım, necə yalana büründü. Səndən gələn zərbələri unutmadım, unutmaram. Səni qəlbimdən siləcəm, yavaş yavaş aramaram. Sənə haram olsun haram, xəyanət edən bir insan. Eşqdən danışmaz, sən danışma. Səndən gələn zərbələri unutmadım, unutmaram. Səni qəlbimdən siləcəm, yavaş yavaş aramaram. Sənə haram olsun haram, xəyanət edən bir insan. Eşqdən danışmaz, sən danışma. Onun saxta üzünü köşələrdən görərdim. Üzərindən xət çəkib həyatımdan silərdim. Şeytan imiş məni sevən, mələk cildində göründü. Saxta sözlərə inandım, necə yalana büründü. Səndən gələn zərbələri unutmadım, unutmaram. Səni qəlbimdən siləcəm, yavaş yavaş aramaram. Sənə haram olsun haram, xəyanət edən bir insan. Eşqdən danışmaz, sən danışma. Senden gelen zerbeleri unutmadım, unutmaram. Seni kalbimden sileceğim, yavaş yavaş aramaram. Sana haram olsun haram, hayanet eden bir insan. Eşkten danışmaz, sen danışma. Səndən gələn zərbələri unutmadım, unutmaram. Səni qəlbimdən siləcəm, yavaş yavaş aramaram. Sənə haram olsun haram, xəyanət edən bir insan. Eşqdən danışmaz, sən danışma. Teşekkürler Aylüviye. Muhteşem, güzel, güzel. Ülkenin mahnılarından sevgi Bu tökür. mahnıya görə mən Gəlir. Vüsal İbrahimova təşəkkür edirəm və skrip ifaçısı və aranjman İsmaila dərin təşəkkürlər. Mahnılarından sevgi gəlir, nə bilim, məhəbbət Hə. gəlir. Yəni 66-90 nömrəsi. Təşəkkür edirik. Və hörmətli tamaşaçılarımız, yəni o foto şəkillə bağlı bizim WhatsApp nömrəmizə SMS yazmayın. Düzdür, qonaqlarımızla bağlı yaza bilərsiniz. Amma deməli, foto şəkillə bağlı siz bizə yalnız 88-78 nömrəsinə SMS göndərə bilərsiniz. Həm də Azərsel nömrələrindən. Siz SMS göndərəcəksiniz və biz də sizə bu sualın düzgün cavabını tapdığınıza görə Saro çaylarından hədiyyələr təqdim edəcəyik. Bu arada, baxaq görək bu xanım sənətkar kimdir? Doğru ilk düz cavab yazan izləyicimizə bizdən, daha doğrusu Saro çaylarından çox gözəl hədiyyələrimiz olacaq. Çox gözəl hədiyyələrimiz olacaq. Hamısından bir-bir göndərəcəm ona, o izləyicimizə. Bugün ekspeditorlər əlaqə saxlayacaq. Mən də verilişin içində əlaqə saxlayacağım. O xanımdır, bəydir, bilmirəm kimdir. Amma hədiyyəsini
biz göndərəcəyik. Dəmləsin, hər dəfə dəmləyib, içəndə bizi yadına salsın. Bəsdir 5-6 ay onun üçün çay. Nə bilim, bəlkə də çay içən deyil. Bilmirəm kim olacaq qalib. Amma 88-78 nömrəsinə. Bu xanım kimdir? Bu sənətkar kimdir? Kimdir bu xanım? Elə dedi ki, bu xanım itib axtarırsan. Elə bir ki, xanım itib, onu axtarıram. Amma doğrudan da aramızdan düzü vaxtsız ayrılmayıb, yaşlı vaxtında dünyasını dəyişdi. Amma o cürünə sənətkar. Adam istəmirdi. Amma ölmüb ki, yaşayır. Ölmüb, yaşayır. Onun filmləri Bəli, yaşayır. təbii ki, yaşayır, o elə bir insan. Mən yəni görsəm ki, tapa bilmirsiniz sualın cavabını, mən onun filmlərindən də birazdan sonra, amma indi yox. Sadəcə olaraq birazdan sonra onun filmlərindən də bir neçəsinin adını çəkəcəm, bəlkə onda. Amma o ən məşhur filmi var ki, onun adını çəkməyəcəm. Hə, yox, onu da desən bilinəcək. Onu deyəsən bilinəcək. Sadəcə deyəcəm ki, filan filmlərdə oynayıb o xanım. O xanım orada oynayıb. Baxaq, görək tamaşaçımız kim olacaq? Qalib tamaşaçımız kim olacaq? Amma bir elanımız da var. O elanımızı da tamaşaçılarımıza söyləyim. Hörmətli tamaşaçılarımız, iş qurmaq istəyən, özünə biznes qurmaq istəyən insanlarımız Saro şirkəti ilə əməkdaşlığa başlaya bilərlər. Əlaqə telefonlarını görürsünüz. Bax, sonra deməyin, iş axtarırıq, işimiz yoxdur, iş tapa bilmirik, özümüzə necə biznes qurum. Bax, bu şəkildə biznes qurun özünüzə. Bax, bu şəkildə özünüzə biznes qurun. Saro çayları sizə bir fürsət verir. Bir kampaniyadır bu da. Təbii ki, bilmirəm, indi neçə müddətdən sonra deyəcəklər Samir dayandır, amma bugün deyirəmsə bu kampaniyadır. Özünüzə biznes qurmaq istəyirsinizsə, ümumiyyətlə iş axtarıb, iş tapa bilmirsinizsə, Saro şirkəti ilə əlaqə saxlayın, telefon nömrəsi aşağıdadır. Amma bu şərtlə ki, içəndə Saro çaylar üçün. İçəndə Saro çaylar üçün çox mükəmməl, gözəl çaylardır. İçmirsən heç evdə Saro çayını? Yaşılını içmirsən. 82-69 nömrəsinə təşəkkür edirəm, yazır göndərir. 75-26-54-57 nömrəsindən Ülviyə xanımı çox istəyirəm, ona deyin də nə olar. 51-19 nömrəsindən yazırdılar. 73-99 nömrəsindən, ondan sonra 51-73 nömrəsindən. Hədiyyə deyirdin deyə yadıma düşdü, əlində yazılır. O hədiyyəsi oturub burada, heç demirəm. İndi yadıma saldı. İndi yadıma düşdü. Yadıma düşdü, yoxsa yadıma saldı? Yox, indi yadıma düşdü ki, yazı təzə aldım. Telefonu? Hə, bir həftədir. Bir həftədir, sağ olsun. Neçə alıb? Neçədir bu? Burada bahadır. Burada 3500 manat. Orada neçədir? Orada da 2-5 belə deyə bizim pulun deyə. Aa, nə gözəl. 12'dir. 12 də öz orasına qədər deyil. 71-68 salamlayır. Əməli baş baxır sənə. Uşağın anasısan, baxmalıdır da. Sabah İstəmirsən onun bir qardaşı da olsun. Sən nə eləsən ki? O da olacaq. Olacaq? Конечно. Eşitim gözləyirsiniz? Yox, hələ yox. Səhv eşitmişəm. Hələ kliplərimiz adım. Yox, bunu səhv çatdırıblar. Doğrudan sən istəyirəm ki, bir dənə oğlun olsun. Mən bir sən necə, ümumiyyətlə, bəlkə intisini acızda gələcək, hamısı da oğlandır burada. Qız uşağını istəyirsən? Mən oğlan uşağı sevmirəm, hə. Nə bilim, nədənsə, sən niyə qız uşaqları üçün ölürəm? Oğlan uşağı olmasaydı, sənə kim alacaqdı o əlindəki telefonu? Nətəri? Hə, o heç əlbəttə ki. Əlbəttə ki. Yəni sən istəyirsən ki, dünya qızlardan ibarət olsun. Sən rejissorumuz Eminin xətrinə dəyilsin, ha? Niyə? Deyir, Ülviyə xətrimizə dəyər. Niyə? Dedim də, görsən mən qınayacaqlar. Neyim, indi mən olan deyirəm də. Qız uşağı evdə, keçizə deyirəm. Hə, doğrudan qız uşağı bir başqadır. Aynı nürəyə partlayır o. Nə yazırlar? Bir saniyə dayan, bu nə idi belə, bu nə idi belə? Asanlı bir görünədir. Bir çox danışır. Bir saniyə. Siz, hörmətli tamaşaçılarımız, zəng vurmayın da, olar mı? Yəni, zəng vurmağın, axı mən aça bilmirəm sizin telefonunuzu. Aynur yazım. Az nə olub az mən Burak Obama oğluma. Qapqaradan ona deyirəm, sən Obama yoxsun oğlum. Hava sağ. Aynurda neçədir? Yaxşıdır. Nə yazıblar sana? Aynurda neçədir uşaq? 2 dənə oğlu var. Səndə də 2 dənə qız var da. O da qız istəyir də. Bu nədir? Deyirsən zəng eləməyin. Hə, deyirəm izləyicilərimizə. Efirdən deyirlər axı. Yəni zəng deyirəm zəng vurmayın, amma yenə də izləyicimiz
Zəng vurur. Hörmətli tamaşaçılarımız. Kimsə məni pisləməyə yığır 100%. Doğrudan, sən əminsən ona? 100%. Sən niyə pisləsinlər ki, Ülviyə? Ay, yo, niyə mən də istəməyənlər o qədər Bax, çox bu- var ki? İzləyicimiz, mən də onun nömrəsini atmaq istəyirdim bloka. Yəni, istəyirsinizsə həmişə bizə yazasınız. Qoyun nömrəniz qalsın da, blok atmayayım. Bax, deyirəm, yığmayın, yenə də yığırsınız, başqa izləyicilərin şeyinə SMS-lərini girirsiniz. oxuya bilmir. SMS-lərini oxuya bilmirəm. Ona görə də mən, bax, bu 52, axırı 40 nömrəsini gözəl şəkildə blok atacağım. Qara siyahıya. Düşdün qara dəftərə. Sağ lazım idi bu. Lazım deyildi 100% ona, amma bu belə oldu. Belə eləyirik, hörmətli tamaşaçılarımız, reklamlara ayrılırıq. Reklamlardan sonra qaldığımız şəkildə davam eləyəcəyik. Diqqətiniz bizdə olsun və SMS yazın, göndərin. Davam edirik, hörmətli tamaşaçılarımız, reklamlarımız bitdi. Mən sponsorlarımız haqqında məlumat vermək istəyirəm hər birinizə. Bilirsiniz ki, proqramımızın baş sponsoru Milana Hospitaldır. Bütün xəstəliklərlə bağlı müayinələrə, müalicələrə Milana Hospitala üst tuta bilərsiniz. Bugün Milan Hospitalda bütün həkimlərimizin qəbuluna xüsusi endirimlər var və tibbi müayinələr üçün də hardasa 20-25% belə deyim də endirimlər sizi gözləyir. Robot test müayinəsindən keçmək istəyənlərə buradan səslənirəm ki, Milano Hospitalda robot test müayinəsi bir ilkdir. Heç bir hospitalda robot test müayinəsi yoxdur. Amma Milan Hospitalda bugün sizə robot test müayinəsində biz 25% endirimlə təklif edirik. Təşəkkürlər Milan Hospitala. Təşəkkürlərim olacaq əlbəttə ki, Lifetek su filtrlərinə. Lifetek su filtrləri 3 il qızıl zəmanətlə 40% endirimlə sizə təklif olunur. Ayda 60 manat ödəyəcəksiniz. Ömür boyu evinizdə bax bu cür belə deyim də Alman texnologiyası ilə Türkiyədə qablaşdırılan Lifetek su filtrlərindən olacaq. Pulsuz çatdırırıq, pulsuz quraşdırırıq. Təşəkkürlər Lifetek su filtrlərinə. Silk Plaster'a təşəkkür edəcəm. Evlərinizi təmir etdirmək istəyirsinizsə, hal-hazırda Silk Plaster'da belə deyim də, gözlə görülə biləcək şəkildə endirimlərimiz var. Kimin bir kartı var, albalı kartı var, ümumiyyətlə kartla hissə-hissə ödəmək şansını da sizə Silk Plaster yaradır. Amma heç kartınız yoxdursa, şəxsiyyət vəsiqəniz ilə hər şey deməkdir. Şəxsiyyət vəsiqəsi ilə yaxınlaşırsınız mağazalara, xüsusən Evrahome Ticarət Mərkəzində olan Silk Plaster'ın topdan satış nöqtəsinə biz sizə şərait yaradırıq. Əsas odur ki, evinizin içərisində nəmişlik, rütubət olmasın. Yəni, istəyimiz bax budur. Təşəkkürlər Silk Plaster'a. Yataq otağı, qonaq otağı, hansı otağa istəyirsinizsə rahatlıqla vura bilərsiniz. Patron tumlarına təşəkkür edirəm. Xüsusən zırpının dadına baxın. Zırpının adı da fərqlidir, dadı da fərqlidir, görünüşü də fərqlidir. Zırpının tam fərqli bir çeşit bilirsiniz ki, Özbəkistandan gəlir. Ona görə onu çırtladıqca çırtlamaq istəyirsən. Dadı dilinizə dəydisə əl çəkməyəcəksiniz ondan. Jaguar ondan da dadlıdır. Fıstıq ümumiyyətcə dadına dad çata bilməz. Fıstıqdan alın, dadın və fıstıq kimi insan olun. Təşəkkürlər edirəm mən patron məhsullarına. Sən fıstıq dadmısan heç? Yox. Nəcəb? Fıstıq da fıstıq. O belə içində 3 dənə olur belə. Ölürəm onu. Mütləq alanda patronunkindən Ondan aldar. xoşum gəlir. Sən də xoşun gəlmədiyi Yox, yemək... yox, mən olmaz onu yemək. Niyə? Mən bronxumda allergiya var, o mən qətiyyən olmaz, amma ən sevdiyim, əvvəllər çox yerdim. Həkim sonra dedi ki, sənə olmaz. Qətiyyən olmaz. Amma Allergik yəni fıstıq dadmaq istəyən varsa, hörmətli tamaşaçılarımız, marketlərdə patronun yeni duzlanıb qovrulmuş fıstığından da açsan. Saro çayları, bizim bir içdiyimiz çay var, bir bəyəndiyimiz çay var, bir güvəndiyimiz çay var, o da Saro çaylarıdır. Şri Lankada yığılır, orada demək, fabrikada qablaşdırılır, artıq Azərbaycana gəlir, bütün marketlərdə var, alın dadına baxın, bütün növləri var marketlərdə. Hər növünün tam fərqli bir dadı var Saro çaylarının, məsləhət görürəm sizə. Və bizim deməli, fotoşəkilimizi təqdim edək, düzgün cavabı bilmək istəyirəm. Əslində yox, hələ vaxtımız var düzgün cavabı bilmək üçün. İpucu verim də sizə. Başqa kinodan dedi, Biz onu demirəm, əsas filmi demirəm. Vaxtımız az qaldığına görə
düzgün cavabı oxuyacağım deyə, ona görə də mən buradan deyirəm. Bax, bu aktrisa, deyim ki, cavan yaşında rəhmətə gedib, yox. Elə, Bir oğlu var, Türkiyədə yaşayır. o da rejissordur. Bəli, görsən Davamını deməm. Görsən ipucunu qəşəng verir. Bəli, oğlu da Azərbaycan incə sənətinə xidmət edir, Bəli. professordur. Türkiyədə bilirsiniz ki, dərs verir Bəli, rejissorluqdan, aktyor sənətindən. Oğlu. Bəli, mənim kimi Amma xanımın 2 filmin deyəcəm. Aha. Deməli, bir filmin deyirəm, o film onun adı ilə bağlıdır. O filmin adını çəkməyəcəm. O filmin adını fotoşəkil açılandan sonra, əgər düzgün cavabı olmasa, onu da deyəcəm. Sonra hansı filmdir? Ögey Ana filmindən. Dedim də, eşək südüylə sarımsar qarışdırsın. Ögey Ana filmində oynayıb, deməyək hansı xarakterə oynayıb. Aha. Aynı o filmdə düzdür, çox səhnələr var. Sonra Böyük Dayaq filmində də oynayıb o xanım. Böyük dayaqda oynayıb. Oynayıb. Kolxozçulardan biri də. Ulduzda oynayıb. Moskvaya gedirlər. Çox filmlərdə Yox, oynayıb da. görüşdə də o, Moskvaya gedir. Sonra bircəcə saniyə bir film var. Bəyin uğurlanmasında bir başqa xarakter var o xanım. Bizim Cəbiş müəllimdə o müsibətdir. Sonra Qanun naminə Sonra o hakim filmində. Adını çək. Adı çəkmirəm, nə tutum? Məhəmməd, öz həyatımızdan. Bir dəqiqə qalıb adını çəkmək üçün. Tamam, bir dəqiqə vaxtımız qalıb. Emin, bəlkə ifa ilə yekunlaşacağıq. İfa ilə. Sonda hansı ifamız olacaq? Hələ yox, vaxtımız var axı. Hələ var 20 dəqiqə. Bircə saniyə. 10 dəqiqə vaxtımız var. Nə demir? Yox, hələ 10 dəqiqə vaxtımız var. Tam 10 dəqiqə vaxtımız var. İfadan əlavə nə qədər vaxtımız var Emin? Tamaşaçılarımız bilsinlər. İfadan əlavə 5 dəqiqə. 5 dəqiqədə ifası Dülviyə xanımın. 5 dəqiqə deyil, nə gözəl. 5 dəqiqə deyilmiş. Yox, mahnı 5 dəqiqə olmaz. Az olar. 3 dəqiqə nə qədər, 4 dəqiqəyə yaxın olur. Axır bilmirəm hansı mahnı olacaq. Təzə mahnıdır. Təzə. 3 dəqiqə neçə saat? Tamam. Yox, saat burada gözümün qabağındadır, narahat olmayın. Saatı qoymuşam gözümün qabağına. Kim düzgün cavabı yazıb bizə göndərəcək? Biz onun hədiyyəsini necə təqdim edirik? Nə veririk o izləyicimizə? Əgər o xanımın adını bizə tapıb göndərsə. Şimdi bu Gün göndərməklər əvə. olsun balam, toydun olsun balam. Qızımız dünyada təkdir. Yo, o başqa aktrisadır. Xeyr odur. Bax. Məhəmməd. Qızımız dünyada təkdir. Elə bildim, Oğlanların oğlansan, qabaqda o gətirir, o birisi. elə bildim ki, Əhməd Ardadı filmindən deyəcəksən. Ya, Ulduzdan. SMS 8878 nömrəsinə SMS göndərin. Adını yazın, göndərin və mən o bilmirəm, xanım deyirəm, deyirsən xanım yazıb göndərəcək mənə. Hər dəfə deyirəm, o xanımla əlaqə saxlayacaq. Bəlkə də bəydir, bilmirəm kimdir, amma 8878 nömrəsinə SMS-ini gözləyirik ki, bizə doğru, düzgün SMS yazıb göndərsin. Hələ vaxtımız var. Ülviyə təzə aranjmanda olan mahnılarım var. Elə sonuncu mahnım, onu sənin efirində oxumamışam. Güvəndiyim adam, onun musiqi sözü Vüsal İbrahimov və İsmail. Güvəndiyim adam. Yəni onu hələ sənin efirində oxumamışam. Çünki o mahnı YouTube kanalıma qoyulanda mən Türkiyədə, Piterdəydim. Güvəndiyim adam. Bəli. Yepyeni. Amma aranjmanda neçə mahnı var? Aranjmanda hal-hazırda 1, 2, 3. 3 mahnı var aranjmanda. İkisi Ruslan Səfəroğlundandır, biri də Vüsal İbrahimovdur. Ülviyə istəyirsən haçansa, yəni Ülviyən Sərhəd bacısı da müğənnidir, Aynur. Qardaşımdır. Qardaşı da Vüqar Namazov, Azəristar yarışmasından izləyicilərimiz bəlkə də xatırlayanlar oldu. İstəyirsən üçlük bir yenilik elə, bir klip çəkdi. 2 bacı, 1 qardaş. Belə bir mahnı. Fikrindəyəm inşallah. Qardaşımla bir dənə düet oxuyacam inşallah. Oğlan qız mahnıdır o. Amma bacımla da indinəm düet alınarsa düet, amma verilişə söz vermişəm inşallah. İnşallah. Bir gün gələcəm sizə. Mamamı da gətirim, mamam da səsi var. Mamasının da geçən səsi var ha.
Düzgün cevabı bilmək istəyirəm. Stop, SMS yazmayın. İndi mənə rejissorumuz düzgün cevabı bir dəqiqə söyləyəcək. Düzgün cevap kimdir? Kim bizə yazıb düzgün cevabı göndərib? Foto şəkili aça bilərik. Üzünü açaq, zəhmət olmasa şəkili. Bəxtəvər qaynana, nə durmusan Belə duruna. qaynana. Mən çox ipucular verdim izləyicilərimizə. Foto Gəlin, şəkili aç, zəhmət olmasa, Emin göstərək. odur da elə. SMS-lərimizə stop demişik. Ay Allah. Respublikamızın xalq artisti Nəsibə Allah xanım rəhmət Zeynalova. Görsən, sənətkar. deyirəm ki, iş budur ki, yəni ölüb amma yaşayır. Amma yaşayır. Bəli. Bugün verilişimizdə Bəli, Nəsibə xanım adı qeyd 2 olunur. saat Bəli, Nəsibə xanımı yad eləmişik. bəli. Bu İnsan da odur ki, adım belə bir qoysun. tərəfdən tamaşaçılarımızla bir doğmayın. yarış edirik. İkinci bir tərəfdən də sənətkarımızı yad edirik. Bəli. Emin, bir dəqiqə izləyici ilə əlaqə saxlaya bilərəm. Tamam. Bir dəqiqə izləyici ilə əlaqə saxlayım. Artıq nömrəni mənə deyiblər. Deməli, bizə çox düzgün cavablar var. Bu arada deyim. Müxtəlif saatlarda, saniyələrdə. Amma ilk düzgün cavab ağzımdan çıxan kimi sual. Düzgün cavabı göndərən izləyicimizin nömrəsi 050 ilə 733 79 63'dür. Əlaqə saxlayıram izləyicimizlə. Bugün ona Saro çayları gedəcək evlərinə. Bəlkə də xəbəri yoxdur. SMS-i atıb harasa çıxıb gedib. Amma mən faktiki zəng vururam. 733 79 63 nömrəsindən. Götürmürsün. Götürmür. Bax, götürməsən hədiyyəni verəcəm başqa adama. Götürdüm. Alo. Alo. İzləyicimiz bilmədi kimdir. Bir dirənmişəm, mən Emin bir də danışmalıyam. Yığacaq. Hamı onu yığır. 100% hamı o izləyicimizi yığır. Telefon nömrəsi 050 733 79 63. Vaxt yoxdur, təəssüflər. Biz əlaqə saxladıq. Məşğul elədi. Amma biz hədiyyəni başqa adama vermirik. Bizlə danışa bilməsə də ola bilər ki, həyəcanlanır. Nömrəsi belədir. Hörmətli tamaşaçılarımız, siz ondan əlaqə saxlayın. 050 733 79 63 nömrəsi belə idi. İlk düzgün cavabı yazdı. Sabahları eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə Sərət, sənə təşəkkür edirəm. Ülviyə xanım, sizə təşəkkür edirəm. İnşallah sabah görüşərik. Tam başqa qonaqlarla. Buyur. Ben seni tanıyan günden bir defa hoş gün görmedim. Zerbeler aldım senden. Yaşadım yaşadım ölmedim. Haram eledin bana her şeyi. Yaşamağı, sevmeyi, gülmeyi. Günahları mende görürsen. Neyi koyup gezirsen neyi. İnandığım adam, güvendiğim adam. Her şeyi heder eledin. Gecelerimi aldın, çöllere de saldın. Ondan beter eledin. İnandığım adam, güvendiğim adam. Her şeyi heder eledin. Gecelerimi aldın, çöllere de saldın. Ondan beter eledin. Terk eləməyi düşünürdüm. Küreğimden vurdu gitti. Ben yüreğim bildiğim adam.
Oldun ondan beter elə